İlqar Məmmədov. Çox sağ olun. Bugün müstəqillik günümüzün bərpası günüdür. 19 il keçir o vaxtdan. Bu o deməkdir ki, artıq 18 yaşına çatmış, o 18 oktyabrdan sonra, 91-dən sonra doğulan insanlar bu il birinci dəfə parlament seçəcəklər müstəqil dövlətimizə. Yəni, ilk azad doğulmuş Azərbaycanlılar bu il parlament seçəcəklər. Amma biz görürük ki, Yeni Azərbaycan Partiyası, görürük ki, indi Milli Məclisdə Binəqədi rayonunu təmsil edən deputatımız köhnə nağılları danışırlar. Elə bil ki, bu xalq yetkinlik yaşına çatmayıb. Pafoslu çıxışlar, heç bir məzmun yox. Rafael müəllimi ümumiyyətlə dairədə çox az görüblər həmin dövrdə. Bu qalsın o yana. Rafael müəllim sosial ədalətdən danışır, sosial proqramlardan danışır. Keçən il hakim partiya və siz də onu dəstəklədiniz parlamentdə deməli pensiya islahatı həyata keçirdi. İnsanların pensiya, Azərbaycanda insanların pensiya yaşını artırdı. Bunu hansı çərçivəyə sıxır? Azərbaycan bu qədər vəsaiti ola-ola, bu qədər neft gəlirləri ola-ola pensiya yaşını birdən-birə artırır. Xüsusilə də kişilər üçün. Yəni, kişilər Azərbaycanda bilirsiniz, pensiya çıxandan sonra yalnız 12 il yaşaya bilirlər. Qadınlar 18 il yaşaya bilirlər. Bu ədalətsizlik aradan qaldırılmalıydı. Sizin partiya və ya siz indi güya müstəqilsiz əslində yapıdan heç də fərqiniz yoxdur. Bu ədalətsizlik aradan qaldırılmalıydı. Azərbaycanda güya ki 5 milyon işləyən insan var. Yəni 5 milyon iş qabiliyyətli insan var. Ola bilməz ki, onların verdiyi vergilər, onların yaratdığı dəyər, onların yaratdığı bütün bu iqtisadi qüdrət 700-800 min pensiyaçımızı dolandıraydı. Sosial proqramlardan ümumi sözləri danışmaq olar. Amma Yeni Azərbaycan Partiyasının və yenə də təkrar edirəm, indi onun öz namizədi var burada. Hansı ki, bələdiyyə üzvüdür, Rəsulzadə qəsəbəsində də bələdiyyə üzvünü, ümumiyyətlə bələdiyyəni o qədər də qəbul etmir, əhali özünüz gedib soruşa bilərsiniz. Və Yeni Azərbaycan Partiyasından heç də fərqli olmayan müstəqil namizəd, indiki deputat, biz görürük ki, o sosial ədalət prinsiplərinə bu 5 ildə necə yanaşıblar. Hələlik bu qədər. Rafael Cəbrailov. Burada namizəd öz çıxışını əks təbliğat üzərində qurdu. Mənim Azərbaycandakı inkişaf və tərəqqi haqqında danışdıqlarımı nağıl adlandırdı. Əgər doğrudan da Azərbaycandakı inkişafı və tərəqqini görə bilmişsinizsə, problemi özünüzün görmə, eşitmə və duyma orqanlarınızda axtarın. İkincisi, məni Yeni Azərbaycan Partiyasının üzvündən fərqlənmədiyimdə iddiam elədi. Mən çox sevinirəm ki, sizin kimlərdən fərqliyəm. Davam edəcəm. Zakir Mirzəyev. Əlbəttə, bugün hər kəs öz düşüncəsini tərzinlə burada danışmağa çalışır və bununla bağlı olaraq siyasi opponentimin Yeni Azərbaycan Partiyasının ünvanına müəyyən nağıl istiqaməti altında işlətdiyi ifadələri mən qəbul eləmirəm. Bugün Azərbaycanın dünya dövlətləri səviyyəsində özünə müəyyən yer tapması və beynəlxalq aləmdə ən mötəbər təşkilatlar tərəfindən Azərbaycanın qiymətləndirilməsi, möhtərəm prezidentimiz İlham Əliyevin dünya siyasəti sahəsində diplomatik addımlarının qiymətləndirilməsi sahəsindəki uğurlarına məhz bizim siyasi opponentimiz tərəfindən belə qiymət verilməsini mən olduqca təəccüb sayıram. Və əfsuslar olsun ki, bugünün, sabahın iqtisadi inkişaf dinamikasındakı əlbəttə cənab prezident İlham Əliyevin dövlət modeli haqqındakı müsbət iqtisadi inkişaf modelinə uyğun Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş həmin modelin özünə yer tapması da və beynəlxalq aləmdə bizim uğurlu addımlarımıza verilən qiymətdir. O ki, qaldı bələdiyyə ilə bağlı, mən xahiş edirəm ki, siyasi opponentim əgər lazım olarsa, bələdiyyədə biz görüşüb bu istiqamətdə müəyyən söhbətlərimizi davam etdirə bilərik. Qərbi Azərbaycandır. Ermənistandan anadan olmuşam. Bakıda Qərbi Azərbaycan dövləti yaratmalıyıq. İlqar Məmmədov. Çox sağ olun. Qarabağ, Zəngəzur, Göyçə haqqında Bakıda danışmaq kifayət qədər asandır. Yəni, hər halda hər hansı bir təhlükə yoxdur. Amma bu ilin martında mən 3 Türkiyəli millət vəkili ilə, onlardan biri Milliyyətçi Hərəkat Partiyasından olmaq şərti ilə, digər ikisi isə Ədalət və Qalkınma Partiyasından olmaq şərti ilə mən İrəvana səfər elədim. NATO'nun Parlament Assambleyasının toplantısında orada qaldırdım. İrəvanda qaldırdım Zəngəzur
Zəngəzur və Göyçə məsələsini və hesab edirəm ki, Azərbaycan rəhbərliyi 90-cı illərdən bəri Zəngəzur, Göyçə türklərini və Bakı ermənilərini eyni statusda tutmaqla böyük səhv eləyib. Muxtariyyət hüququ baxımından Zəngəzur, Göyçə türkləri Bakı ermənilərindən qat-qat üstün idilər, çünki min illərlə öz torpaqlarında yaşayırdılar. Bu dəyişikliyi etmək istəyirsinizsə, mən sizi noyabrın 7-sində mənə səs verməyə çağırıram və onu da deyim ki, bir həftə öncə həmin o çıxışımın, İrəvandakı o Zəngəzur iddiamın, Göyçə iddiamın əks sədası Avropa Şurası Parlament Assambleyasından gəldi. Erməni deputat bütün çıxışını həmin o mövqeyimin, şəxsən mənim mövqeyimin tənqidi üzərində qurdu. Çox sağ olun. İlqar Məmmədov. Gördüyünüz kimi, mən çox gözlədim bu veriliş ərzində ki, indiki deputat və ya hakim partiyanın təmsilçisi nədən pensiya yaşının artırılmasına onlar dəstək veriblər, onların hökuməti dəstək veriblər, bunu izah eləyəcəklər, izah eləyə bilmədilər və bununla da onların sosial müdafiə münasibəti ifşa olundu. Hələlik bu qədər. Rafael Cəbrailov 35 saniyəniz var. Mən namizəd İlqar Məmmədova demək istəyirəm ki, mənim bu qısa bir vaxtımı mən sizin o pensiya yaşı haqqında provokasyon sualınıza cavabla itirmək istəmirəm. İstəyirsinizsə çıxanda mən sizə o hüquqi məsələni izah eləyərəm. İlqar Məmmədov 11 saniyə. Deməli, belə çıxır ki, sizin deməyə, ictimaiyyət qarşısında deməyə bir sözünüz yoxdur, cənab Rafael Cəbrailov. Və mən sözümü tamamlayaraq, vaxtım artıq qalmır. Sizin vaxtınız bitdi. İlqar Məmmədov, əgər pensiya məsələsi ilə bağlı siz dediniz ki, mənim ictimaiyyətə deyə bilmərəm bunu. Mən sizi dəvət edirəm, gəlin teledebata, mən onu orada ictimaiyyətə də deyim və sizə də izah edeyim.